Yekaterinburqda qətlə yetirilən qardaşların heç biri iti alət və odlu silahla vurulmayıb. Onlar küt alətlə vurulublar. Bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsanov meyidlərin Azərbaycanda yenidən keçirilən ekspertizasının nəticəsini açıqlayarkən deyib. Ədalət Həsanov bildirib ki, dünən meyidlər axşam saatlarında birliyin şöbəsinə qəbul edilib və meyidlərin müayinəsi gecə yarısı başa çatıb. Onun sözlərinə görə ekspertizanın rəyinə əsasən meyidlərin xarici və daxili müayinəsində çoxlu travmalara rast gəlinib. Rusiyanın Yekaterinburq şəhərində hüquq mühafizə orqanlarının öldürdüyü azərbaycanlı qardaşlar Hüseyin və Ziyəddin Səfərovların meyitləri xüsusi ekspertiza ilə müayinə olunub. 59 yaşlı Hüseyin Səfərovun meyitinin müayinəsi zamanı onun küt alətlə qətlə yetirildiyi məlum olub. Həmçinin onda baş beynin sərt və yumşaq qişasında qansızmalar, döş qəfəsində 7-8 qabırğanın yerdəyişən sınıqları müəyyən edilib. Biz meyidi xarici müayinə edərkən çoxlu sayda travmalar aşkar elədik. Həm xarici müayinə zamanı, həm də daxili müayinə zamanı. Sol göz ətrafı nahiyədə göz qapaqları, alnın sol yarısı və sol yanaq əhatə olunmaqla 14 vurulsun 12 santimetr sahədə hematoma. Qançır da yox, hematoma. Elə bil sol almacıq sümüyündən başlayır, düz alnın yuxarı üçdə birinə qədər. Rusiya tərəfi Ziyəddin Səfərovun ölüm səbəbini ürək çatışmazlığı kimi göstərsə də, onun döş qəfəsində 2 xətt üzrə çoxsaylı sınıqlar müəyyən edilib. Daxili müayinə zamanı başın dəri örtüyündə sərt qansızmalar da aşkarlanıb. Müayinə nəticələri Ziyəddinin qabırğalarının sındırıldığını göstərir. Bu hiss olunur ki, ön sol tərəfdən güclü sıxılmışdır və həm solda ön tərəfdə, sağda, arxa tərəfdə bütün qabırğalar hamısı sınıblar. Kobud sınıqlardır. Yerdəyişən sınıqlardır. Onlar da ağciyəri zədələyiblər. Hətta qabırğalardan birini biz tapa bilmədik. Onu oradan götürüblər. Biz bir-bir qabırğalara baxdıq. Qabırğanın biri yox idi. Ölmə səbəb qeyd edilən çoxsaylı xəsarətlər ilə əlaqədar baş vermiş ağır post-travmatik şok olmuşdur. Ekspertiza əsasında qardaşların heç birinin iti alət və odlu silahla vurulmadığı, küt alətlə qətlə yetirildikləri məlum olub. Qeyd edək ki, ötən gün meyitlər axşam saatlarında birliyin şöbəsinə qəbul edilib. Meyitlərin müayinəsi gecə yarısı başa çatıb. Rüstəm Mikayılzadə, Atababa Vəliyev, İTV Xəbər.